Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size yine de tam eşyaları ile birlikte satışa çıxan həyət evimizi təqdim edəcəm. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Evimizin yerləşmə yeri Abşeron rayonu Məhəmmədli qəsəbəsidir. Magistral yola çox yaxın, marşrut yolundan 300 metr məsafədə. 2 sot yarım torpaq sahəsindədir. Evin arxa tərəfini sizə göstərirəm. Zabora bir çiçeği yoxdur. Padvala giriş iki tərəfdəndir. Biri arxadan, biri isə evin ön hissəsindən. Yerdən 7-8 daş kürsüsü var. Sənədi evin də torpağında kupçasıdır. Nəzərinizə çatdırım ki, ipotekaya da yarayır. Eğer ki bank sizə dövlət ipotekası ayırırsa, yaxınlaşıb evimizi istər bank yoluyla, istərsə də nəqd şəkildə əldə edə bilərsiniz. Evin mətbəxindən birbaşa balkonuna çıxış etmək olur. 4 otaq, 130 kvadrat da evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hamısı var. Evin çardağına da girişi var. Dəhliz sistemli evdir. Bura evimizin dəhliz hissəsi. Dairəvi qoşadaşla tikilib, istilik sistemi evdə, kombidir. Nə əşya görürsünüzsə hamısı qalır. Təcili satıldığına görə, ev sahibi də xaricə getməli olduğuna görə bütün əşyaları qoyur, evdən çıxır. Sənət evində torpağında kupçası. İnanın ki, əşyalarla bu qiymətə ev tapmaq, üstəlik də 4 otaq biraz çətin məsələdir. Yəqin ki, ev axtaran müştərilərimiz bunu yaxşı bilir. Kombisi var, qoşadaş, beton, kəmər, hamısı var. Kommunallar var. Evimizin qiymətinə keçdikdə qiyməti 130 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılar da olsa qiymətində indirim olunacaq ev sahibi tərəfindən. Burada evimizin yataq otağı, hər bir otağı mebellə doludur. Pəncərələr evin öz həyətinə baxır. Burada növbəti bir yataq otağı. 217 nömrəli marşrut evin yaxınlığından keçir. Evin hər tərəfi də yaşayış olan yerdir. Bu da ən sonuncu yataq otağımızdır. Buranın da mebelini sizə göstərim. Bu qədər değerli izləyicilərim. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.